Görün aşağı hissələr nə gündədir. Kök boğulur, oksigen ala bilmir. Və bir müddət sonra nə baş verir? Yarpaqlarda, baxın, rəng dəyişmələri. Baxın, yarpaqlarda rəng dəyişimləri baş verir. Və bu da əl elədiyəndə düşür. Necə artıra bilərik? Baxın, bu cür əgər qıraqlara budaqlar çıxıbsa, kənarlara, xalça gölündə kənarlara bu cür budaqlar çıxıbsa, buradan baxın bu cür qırırıq. Videolarımın hamısı burada da canlıda da tək çəkdiyim üçün biraz təkəldən eləyirəm bütün işləri. Bu cür qırırıq. Bu hissəyə qədər yarpaqları qırırıq. Çünki yarpaqlarda suya dəyə bilər, çürümə baş verə bilər. Bu da suda infeksiya yaradır, kök atmır. Daha sonra ən çox kökləndirdiyiniz su qabına